Hər birinizi salamlayıram. Turan Qastroturizm Akademiyasının dəyərli tələbələri, gələcəyin ustaşbazları. Bugün sizinlə birlikdə mətbəximizin tam ürəyinə, süfrələrimizin şahı olan şorbaların dünyasına çox maraqlı bir səyahətə çıxacağıq. Hazırsınızsa, başlayaq. Baxın, bu cümlə əslində bütün bugünkü söhbətimizin açarıdır. Çünki biz şorbaya sadəcə qazanda bişən bir yemək kimi baxmayacağıq. Yox, biz onu ənənələrimizdən tutmuş, ən müasir beynəlxalq texnikalara qədər uzanan bir mədəniyyət hekayəsi kimi araşdıracağıq. Gəlin görək, yol xəritəmizdə bizi nələr gözləyir. Əvvəlcə şorbanın bizim üçün nə demək olduğunu, mədəniyyətimizdəki yerini dərk edəcəyik. Sonra onun texniki sirlərini, yəni DNT-sini açacağıq. Oradan kulinariyanın zirvəsi sayılan konsome sənətinə baş vuracağıq. Sonra bütün bu beynəlxalq bilikləri öz milli ləzzətlərimizə necə tətbiq edəcəyimizi öyrənəcək və sonda işin peşəkar təqdimat qaydaları ilə yekunlaşdıracağıq. Olduqca zəngin bir proqramımız var. Yaxşı, gəlin elə birincidən başlayaq. Niyə şorba bizim üçün sadəcə bir yemək deyil, süfrənin ürəyidir? Bunun kökləri çox dərindədir. Baxın, bu bəlkə də bizi başqa mətbəxlərdən fərqləndirən əsas cəhətdir. Avropada şorba yüngül bir başlanğıcdırsa, bizdə o əsas yeməyə bərabərdir. Niyə? Çünki bizim sərt iqlimimiz, tarixi yaşam tərzimiz bunu tələb edib. Şorba bizim üçün sadəcə iştah açan deyil, bədəni isidən, güc verən, doyuran bir nemətdir. Bilirsiniz, süfrələrimiz yerdən masaya qalxsa da, o dəyər heç vaxt dəyişmədi. Biz şorba ilə başlayan bir mədəniyyətik. Və budur bizim qürur mənbələrimiz, imzalarımız. Təsəvvür edin, saxsı qabda saatlarla asta-asta öz buğunda bişən şəki pitsi, qışın soyuğunda adamın canına can gətirən kollagen ambarı olan kəllə paça. Ya da istidə sərinlədən, soyuqda isidən o möhtəşəm dovğa və əlbəttə ki, bir qaşığa onlarla sığan əsl zərgər dəqiqliyi ilə hazırlanan düşbərə. Hər biri ayrı bir hekayə, ayrı bir sənət əsəridir. İndi isə gəlin, biraz texnikadan danışaq. Bütün dünya şorbalarının, istər bizdə olsun, istər Fransada, istərsə də Yaponiyada təməl bir DNT-si var. Bütün şorbalar əslində iki əsas qrupa bölünür. Gəlin bu təməl bilgini möhkəmləndirək. Hər şey əslində çox sadədir. Bir tərəfdə duru şorbalar var. Yəni, bulyonu şəffaf olan, içindəkiləri rahatca seçə bildiyiniz şorbalar. Digər tərəfdə isə qatı şorbalar. Adından da göründüyü kimi, bulanıq, qeyri-şəffaf, müxtəlif üsullarla, unla, pürə ilə, qaymaqla qatılaşdırılmış şorbalar. Məsələn, hamımızın sevdiyi mərcimək şorbası buna ən yaxşı nümunədir. Yaxşı, indi gəldik ən maraqlı yerə. Kulinariyanın aşbazlıq sənətinin zirvəsi sayılan bir texnikaya, konsome hazırlama sənətinə. Bu texnikanı mənimsəmək sizin peşəkar bacarıqlarınızı tamamilə fərqli bir səviyyəyə qaldıracaq. Konsome deyəndə ağlınıza sadəcə duru bulyon gəlməsin. Xeyr, bu sözün əsl mənasında kamilləşdirilmiş, tamamlanmış bir bulyondur. Yəni o həm gözlə kristal kimi şəffaf görünməli, həm də damaqda inanılmaz dərəcədə zəngin, dərin və konsentrasiyalı bir dada malik olmalıdır. Bu əsl ustalıqdır. Bəs bu kulinariya sehri necə baş verir? Cavab ximiyadadır. Amma qorxmayın, çox sadədir. Təsəvvür edin ki, yumurta ağındakı və ətdəki zülallar qızanda sanki bir maqnitə çevrilirlər. Onlar bulyonun içindəki bütün xırda, bulanıqlıq yaradan hissəcikləri özlərinə yapışdırır və yavaş-yavaş hamısını bir yerdə səthə doğru qaldırırlar. Prosesin addımları var və hər biri qızıl qaydadır. Diqqətlə qulaq asın. Mütləq soyuq bulyonla başlayırıq. Ona klirmit dediyimiz çəkilmiş ət, yumurta ağı və ətirli tərəvəzlərdən ibarət qarışımı əlavə edirik. Çox yavaş odda qızdırırıq və ən əsası, səhtə sal deyilən o təbəqə formalaşmağa başlayanda qaşığı yerə qoyuruq, bir daha ona toxunmuluq. Gəlin indi bu prosesi vizual olaraq addım-addım izləyək. Budur, hər şeyin başladığı an. Görürsünüz, soyuq bulyon və durulaşdırıcı qarışım bir yerdədir. Hələ ki, hər şey bulanıqdır, amma proses yenicə başlayıb. Aha, indi isə diqqətlə baxın, sehir burada baş verir. Qızdıqca zülallar laxtalanır, səthə doğru qalxır və bu sal deyilən təbəqəni yaradır. O, sanki mayenin içindən yuxarı qalxan bir süzgəc kimidir. Bütün bulanıqlığı özü ilə birlikdə yuxarı daşıyır. Və budur final, səthə tam formalaşmış bərk bir sal təbəqəsi və onun altında qızılı rəngdə tamamilə şəffaf, kristal kimi bir bulyon. Proses tamamlandı.
Bu, həqiqətən də səbrin və texnikanın yaratdığı bir sənət əsəridir. Və gəldik ən kritik məqama. Bunu beyninizə həkk edin. Gələcək karyeranız üçün bu qızıl qaydadır. İstiliyi idarə edin. Bulyon qurgur qaynamamalıdır. Sadəcə lığıldamalıdır. Yəni çox yavaş qaynamalıdır. Əgər qaynadarsınızsa, o səthdəki sal parçalanar, bütün bulanıqlıq yenidən bulyona qarışar və bütün əməyiniz bir anda puç olar. Yaxşı, əla, bu yüksək səviyyəli fransız texnikasını öyrəndik. İndi bəlkə də soruşursunuz ki, bunun bizim düşbərəmizə, pitimizə nə dəxli var? Tam da məsələ buradadır. Gəlin indi bu beynəlxalq biliylə bizim milli irsimiz arasında o möhtəşəm körpünü quraq. Əslində bu şəffaflıq prinsipi bizə heç də yad deyil. Biz ənənəvi olaraq konsomə hazırlamasaq da, yaxşı bir şorbanın suyunun duru olması bizim üçün də şərtdir. Heç kim bulanıq bir düşbərə yemək istəməz, elə deyilmi? Nənələrimizin bulyonun kəfini saatlarla yığması, onu bulandırmamağa çalışması da elə bu prinsipə xidmət edir. Bax, bütün məsələnin özəyi bu cümlədədir. Beynəlxalq texnikaları öyrənmək, öz milli sərvətlərimizi daha da mükəmməl şəkildə hazırlamaq üçün bizə güc verir. Onların konsumesi texnika tələb edirsə, bizim bir qaşağa sığan düşbərəmizdə sənətkarlıq tələb edir. Əsas məsələ qlobal biliyi milli ləzzətlə birləşdirməkdir. Nəhayət, keçək işin praktik tərəfinə. Yeməyi bişirmək bir sənətdirsə, onu düzgün təqdim etmək başqa bir sənətdir. Gəlin şorbanın servis qaydalarına həm beynəlxalq, həm də yerli gözlə baxaq. Bu cədvəl sizin üçün çox vacibdir. Sabah bir restoranda menyu hazırlayanda bilməlisiniz ki, bizdə şorba deyəndə nə başa düşülür? Beynəlxalq standartda 250 millilitr normal bir porsiya sayılırsa, bizdə o yarım porsdur. Bizim standartımız tam pors dediğimiz yarım litrdir. Bu bizim mədəniyyətimizin bir parçasıdır və müştəri gözləntisini buna uyğun qarşılamalısınız. Hər şorbanın öz yoldaşı var, elə deyilmi? Bizim şorbaların yanında cızıldayan yağnanənin ətri, sumağın turşməzə dadı, təzə keşnişin təravəti olur. Beynəlxalq mətbəxdə isə daha çox xırt-xırt krutonlar, rəndələnmiş pendir, fərqli göyərtilər istifadə edilir. Bu da mətbəxlərin ləzzət profillərinin nə qədər fərqli olduğunu göstərən gözəl bir nümunədir. Və bir şeyi heç vaxt, amma heç vaxt unutmayın. Bizim doyurucu şorbalarımızın yanında heç bir kreker, heç bir çörək çubuğu, təndirdən yenicə çıxmış ətri bütün məhəlləni bürüyən o isti, kövrək çörəyin yerini verə bilməz. Bu bizim süfrə mədəniyyətimizin ayrılmazıdır. Beləliklə, bugün həm klassik texnikanı gördük, həm də milli ləzzətimizin dərinliyini bir daha xatırladıq. İndi isə sual sizədir. Bütün bu bilikləri birləşdirərək sizin yaradacağınız şahəsəri hansı olacaq? Sizin imzanızı hansı şorba daşıyacaq? Unutmayın, mətbəx sizin kətanınız, bilik isə fırçanızdır. Diqqətiniz üçün təşəkkür edirəm.